Bundan əvvəl çəkdiyim video yenə 3 dəqiqədən artıq oldu. Bilirəm ki, çox insan sonacan dinləyə bilməyib, baxa bilməyib, səbri çatmayıb. Yəni məqsədim demək istədiyim odur ki, dünənlərin uşaqların müdafiəsi günündə mənim evladıma nə Instagramdan, nə TikTokdan, nə YouTubedan, ümumiyyətlə nə WhatsAppdan, heç bir yerdən Allahın bir təbrik sözünü yazan olmayıb. Instagramda Gədəbəyin ən böyük səhifələri sağ olsun yerlilərimiz, Allah canlarına sağlıq versin. Hər dəfə yox demədən paylaşırlar. Paylaşmaqlarına rəğmən baxıram ki, çox insanlar baxır, amma o videoların altına nə bir bəyən edən olmur, nə bir Allahın yorumunu yazan olmur. Yəni Allah şəfa versin sözünü belə yazmağa əliniz gəlmir. Azərbaycan xalqı İraq yaxşılarından 90% artıq həqiqətən də özünü reklamla məşğuldur. Hansısa bir xəstəyə dəstək olanda da, hansısa bir ehtiyacı olan insana dəstək olanda da 80 dənə kamera aparır, 80 yerdə də onu çəkib paylaşır. Siz insanlara cavab verməyəcəksiniz. Elədiyiniz yaxşılıqda, pislikdə hamısının cavabı Allah tərəfindən veriləcək. Yəni mükafat da Allah tərəfindən veriləcək, cəza da. Başa düşürsünüz mənim əzizlərim? İndi mənim balam heç bir yerdə məşhurlaşmayıb, tanınmayıb. Ona görə də mənim balama, yəni o kömək eləyən insanlar ki var, Qocanıdır, nə bilim o birisi, bu birisidir, onlar kömək eləmir. Çünki deyirlər ki, o uşaqdan reytinq ala bilməyəcək. Reytinq nədir axı? Reytinq Allahın rəhmətindən, mərhəmətindən böyükdür. Bir daha deyirəm, mən sizlərdən kömək istəməzdən əvvəl Allaha dua eləyirəm. Allahdan kömək istəyirəm. Allah da sizləri mənim qarşıma çıxardır, vasitəçi eləyir. Heç kim öz istəyi ilə heç nə edə bilməz. Allahın izni olmadan heç bir insan heç nə edə bilməz. Nəinki insan Allahın izni olmadan göydən bir yarpaq belə düşə bilmir. Yəni nə baş verirsə Allahın izni ilə baş verir. Xahiş edirəm, bunu da unutmayın. Biraz da o yekəxanalığınızdan, nə bilim o egonuzdan azaldın ki, axirətiniz asan olsun. Çox sağ olun.